gedəcək. Deməli, değerli həmvətənlərim, Elon Musk'dan bugün Trump bir-birini qırdı. Daha doğrusu dünən axşam bir-birini qırdı. Niye qırdı bir-birini? Medyaya da sızıb bu. Trump dedi. Trump Elon Musk'ı, bilirsiniz Elon Musk'a vəzifə vermişti. Trump Elon Musk'a vəzifə vermişti. Sen bütün medyaların, internet resursu, medyaların başına Elon Musk'ı keçirmişti Trump. İndi Trump Elon Musk'dan bir-birini qırır. Deyir, sen mənim medyalarımı bağlamısan. Yani mənim özünün medyalarını da Trump'ı dedim. Sen mənim medyalarımı bağlamısan, məni digər medyaların önünə atıb ancaq məni söydürürsən. Elon Musk da deyir ki, Trump'a deyir ki, sen daha mənim medyam yox, bütün sənin, onun, bütün medyalar, sağçılar, solçular, hamısı səni hədəf alır, səni söyür. Çünki hamısı, yəni, deməli, değerli həmvətənlərim, hamı Trump'ı söyür və söydürür. Dəhşətli vəziyyətdə. Trump da bunun fərqindəymiş və Trump'ı bu söyüşlərdən kütləvi xainlikdə itham olunan Trump narahat olmağa başlayıb.